Salam yoldaşlar. Bugün biz TaxPro proqramı vasitəsilə göndərilən qaymələrin təhvil təslim və hesab fakturalarını necə əldə edəcəyimizi görəcəyik. Bunun üçün daxil oluruq proqramımıza. Keçid edirik təhvil təslim bölməsinə. Bizə lazım olan qayməni kopyalayırıq. Proqramda qeyd edirik. Burada təhvil təslim çap olunsun. İstəyən qiymətlə, istəyər qiymətsiz seçim var. Bundan sonra hesab faktura çap olunsun. Bank, məsələn, qeyd edirik müəyyən bir məlumatları. Və axtar düyməsini qeyd edirik. Bundan sonra bizim sənədlər hazır olur. Və baxaq, buradan həmin qaymə nömrəsindən hesab faktura. Gördüyünüz kimi rekvizitlər tam göstərməklə. Həmçinin təhvil təslim aktı da avtomatik olaraq elektron qaymaya əsasən hazırlanır. Qeyd edim ki, bu təhvil təslim və hesab faktura yalnız göndərilənlərə, gələnlərə isə təhvil təslim aktı da əldə etmək olur. Həmçinin qeyd edim, əgər siz qaralamaya keçsəz, qaralamada hər hansı bir qaymə varsa, həmin qaymənin də təhvil təslim aktını və yaxud hesab fakturasını əldə edə bilərsiniz. Yəni mühasib ilkin olaraq yaradır qaralamada, sonra onun hesab fakturasını və təhvil təslim aktını əldə edir.